Değerli izleyenler, değerli yurtseverler, şəhidlərinin qədrini bilənlər, haqlarını itirməyənlər, hamınızı salamlayıram. Sizə Qubadlı rayonunun Sardaqlı kənd sakinlərinin Soltan Hüseynov və Talib Hüseynovun və Ceyhun Hüseynovun etdikləri təqdirə layiq və nümunəvi addımları barədə sizə bir məlumat verməliyəm ki, bunu hər kəs etməlidir. Deməli, söhbət nədən gedir? Bilirsiniz, məlumatınız var ki, mən Sardaqlı yüksəkliyində, Qubadlı rayon Sardaqlı yüksəkliyində şəhid olmuş Sabirabad rayonunun Gəzili kənd sakini Elxan Rızayev, hansı ki informatika müəllimi idi, fədakarcasına şəhid oldu Sardaqlı yüksəkliyində. Onların ailəsi ilə görüşmüşdüm, çəkmişdim və elə oldu ki, onun atasını da o yüksəkliyə oğlunun vurulduğu yerə apardım. Gün gəldi ki, noyabrın 2-si həmin şəhidin anım mərasimi olacaqdı. Mən ora dəvət olundum. Çox səy göstərdim ki, həmin mərasimdə iştirak edim. Onların ehtiramına, onların etimadını doğruldum. Lakin müəssər olmadı. Belə ki, mənim anamın sağlığı ciddidən pozulduğuna görə xəstəxanalarda qaldım. 16 gün xəstəxanada oldum. Çox məyus oldum ki, bu tədbirdə mən iştirak eləyə bilmədim. Tədbirdən sonra aldığım məlumatlardan və gördüyüm videolardan aydın oldu ki, Sardaqlıdan Soltan müəllim və Talib müəllim və Soltan müəllimin oğlu dediyim kimi Ceyhun, hansı TikTok platformasına Ceyhun 039, Facebook'da Ceyhun Hüseynov. Tanımış olarsınız, Qubadlının bəzi videolarını paylaşırdı. Çox-çox kəndlərini çəkib paylaşıb, təbliğat yönümlü elə sevdirir. Deməli, bunlar ailə olaraq Qubadlı ictimaiyyətini təmsil etməkdən ötürü həmin tədbirə gedib iştirak ediblər. Baxdığım çıxışlarına gedib şəhidin atasının yanında olublar Qubadlı adından. Hətta orada mənim də adımı çəkiblər. Qeyd edim ki, onlar şəhid Elxan Rızayevin mənim videolarımdan tanımışdılarsa, artıq öz qabiliyyətlərinə, öz mərifətlərinə, öz insan sevərliklərindən həmin tədbirdə iştirak elədilər. Artıq onlara mən deməmişdim gedin orada iştirak edin. Heç mən təşəbbüs eləməmişdim. Budur insan sevərlik, budur şəhidinin qədrini bilmək, budur şəhidinin dəyərini bilmək. Mən Qubadlı ictimaiyyəti adından, öz adından həmin adamlara, Soltan müəllimə, Talib müəllimə və Ceyhun qardaşımıza çox-çox minnətdar oldum. Çox-çox razı qaldım ki, mənim üzərimdən yükü götürdülər. Mən çox ağırlıq keçirirdim ki, o mərasimdə iştirak eləyə bilməmişdim. Amma onların orada iştirakını eşidəndən sonra həddindən çox rahatlandım ki, şükür Allaha ki, Qubadlı ictimaiyyətindən həmin Sabirabad şəhidinin mərasimində iştirak eləyən olmuşdu və Sabirabad əhli də əmin olmuşdular ki, Qubadlı cəmaatı, Qubadlı əhli onların oğlunu uğrunda şəhid olduğu torpağın sakinləri heç vaxt itirməyəcək, haqqını itirməyəcək, belə desək. Bu videodan da deyirəm, Soltan müəllim, Talib müəllim, Ceyhun qardaşımız, sağ olun, çox sağ olun. Etdiyiniz nümunəvidir, təqdirə layiqdir. Sizi Qubadlı torpağından salamlayıram. Mən bugün Sardaqlı yüksəkliyinə çıxacaqdım, lakin alındıra bilmədim. Yəni, məni ora aparan maşın da olmadı. Ona görə də bu müraciəti buradan elədim. Sağ olun, var olun. İnşallah ki, şəhidlərimizin dəyərləri heç vaxt unudulmayacaq və bu nümunəvi insanlar kimi də başqaları da qədirlərini biləcəkdir. Sağ olun.
Ben həsrətində olduğum Qubadlı torpağına oktyabrın 14'ünde gittim ora Zahir Qubadlı kardeşimizin sayesinde o torpaqlara gittik. Hemen o yerleri ziyaret edik. Qubadlının Çardağlı kəndin. Ben baktım, o dağlara baktım. Həqiqətən də bu yerlerde şəhid olmağına dəyərmiş. Gələn ayaqlarınız var olsun. Allah Qubadlıda da rəhmətə gedən Qubadlı o Əliyar qardaşım, komandirimiz başda olmaqla bütün şəhidlərimizə rəhmət eləsin. İndi mən hansına söz verim? Soltan qardaşa. Hə, Qubadlılar adından buyursun, danışsın. Xoş gəldiniz. Mən Qubadlı rayonu Çardağlı kəndində doğulub böyümüşəm. 78-ci ildə oradan tərk eləmişəm də, oranı Suvayda yaşayıram. Mənim atam anam da qaçqın düşüb. İndi dünyası dəyişib, Allah onlara rəhmət eləsin. Çünki bu igidimiz Qubadlı rayonu Çardağlı kəndində şəhid olub. Mən Qubadlı rayonu Çardağlı kənd sakinləri adından bütün şəhidlərimizin analarına, atalarına vallahi qara libasları belə görürəm. Mənim üçün çox ağırdır. Elxan bizim kəndimizin azadlığı uğrunda şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən özümə boş bildim ki, kəndimiz adından gəlin bu Elxan qardaşımızın məzarı ziyarət edeyim. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vallahi sözüm bitdiyi anda da məni üzr hesab elə biraz mən kədərləndim. Özümə boş bildim. Qardaşım, evladım özümlə gətirdim ki, biraz təskinlik tapım. Çünki mənim doğulduğum kənddə bu şəhid olub. Çünki atası gedib həmən yerləri ziyarət edib. Zahir Qubadlıya da çox sağ ol deyirəm ki, o təşkil elədi. Mənim oğlum Ceyhun üzr istəyirəm. İndi səhər də saatlıda bir dənə də şəhid var. Mən gedib oranda ziyarət edəcəyim. Gedib oranı görüblər, şəhid olan yeri görüblər. Mən hisslərimi saxlaya bilmədim. Mən o fragmentlərə baxmışam, çəkiblər. Mənə çox təsir elədi. Yəni uzun sözün qısası mən özümə boş bildim. Kəndimiz adından gəlib şəhidimizin atasının, anasının qarşısında baş əyim. Bütün şəhid anaları hamımızın qarşısında baş əyirəm. Belə igid oğlanlar dünyaya gətirir. Sağ olun. Buyurun sizler. Aileleri, hamımızın karşısında baş əyirəm. Böyük kardeşim her şeyi dedi. Bu Elxan balamız bizim kənddə şəhid olub. Bax, şəxsən mən özüm də 4 il müəllim gedib, mən də Gülcədə döyüşmüşəm. Qismət, onlar bizim balalarımızdır. Onların dəfin burada olunubsa, onların ruhu bizim kənddə gəzir. Mən Çardağlı kənd adından hamıya söz verirəm ki, bizim kəndin 6 şəhidi var. O 2 bala da bizim şəhidimizdir. Nə vaxtsa biz torpaqlarımıza qayıtsaq, mən Çardağlı kənd cəmaatı adından söz verirəm ki, onlar da əbədiləşdiriləcək. Onlar da bizim şəhidlərdir, onlar da bizim gül balalarımızdır. Onların ruhu bizim kənddə gəzir. Bütün şəhid ailələrinin qarşısında baş əyirəm. Hamınıza minnətdarlıq edirəm ki, bu şəhid ailələri belə birdir. Bütün qazilərin qarşısında baş əyirəm. Öpürəm hamınızı, sağ olun. Çox sağ olun, minnətdarıq sizə. Mən inanın kövrəlmək bir yana, yəni ürəyim çox şad oldu Qubadlı adı gələndə. Çünki özümdən də əvvəl o qardaşım həmişə Qubadlıları bizə tərifləyirdilər ki, deyirdilər birdən rayon çıxanda, bax, atama deyirdilər ki, birdən oradan Qubadlı rayonundan köçüşün olar, gözlənilirdi də, hiss olunurdu. Olar, kim olsa nə qədər imkanınız var, onları qəbul edin, saxlayın da evdə. Yəni o qədər mehriban olublar ki, mən özüm də o mehribanlığı görmüşəm. Əziz tədbir iştirakçıları, yenə deyirəm, gələn ayaqlarınız var olsun. Mən ürəyim açılır vallahi, söz o qədərdir ki, bilmirsən hansından danışasan.